Herkese salam. 11 aprel 2026-cı tarixində 5-ci siniflərin birlik yarışında keçirilmiş ingilis dilindən olan testlərin izahına gəlin bir yerdə baxaq. We are students. Biz tələbələrik. They are teachers. Onlar müəllimlərdirlər. Biz bilirik ki, A-dan M olur, H-dən iz olur, qalanlarından da ar olur. Ona görə 46-cı testdə doğru cavab C variantı. 47. Possessive adjective, yəni yiyəlik əvəzliyi olan cümləni seç. My room is on the third floor. Mənim otağım 3-cü mərtəbədədir. My yiyəlik əvəzliyidir. Bəli, 47 A. B variantında it şəxs əvəzliyidir. C variantında they onlar şəxs əvəzliyidir. D variantında it o şəxs əvəzliyidir. E variantında they onlar şəxs əvəzliyidir. Yəni bunlar personal pronoundur. Bizdən isə possessive adjective, yəni yiyəlik əvəzliyi olan cümləni istəyir. Ona görə də 47 A düzgün cavab olacaq. 48 are from you where. 48-ci testi biz ibtidai siniflərdə öyrənirik. What is your name? Sənin adın nədir? Where are you from? Sən haradansan? Where are you from? Cavab olacaq 48-dədir. 49 possessive adjective. Şagirdim burada 47-ni düz yazıb, 48-də də eyni şeyi istəyir. Amma 49-u təəssüf ki, səhv yazıb. Yiyəlik əvəzliyi olan cümləni seç. Yenə my room is tidy. 49-da cavab A variantı olmalıdır. They şəxs əvəzliyidir. He şəxs əvəzliyidir. This işarə əvəzliyidir. We şəxs əvəzliyidir. 49-da cavab A variantı olmalıdır. İndi baxaq 50-ci testdə. Personal pronoun şəxs əvəzliyi. Şəxs əvəzliyi nədir? Mən, sən, o, biz, siz, onlar. C variantında da they onlar verib. Digər variantdakı bütün sözlər yiyəlik əvəzliklərinə aiddir. His onun, our bizim, it's onun, my mənim. Şəxs əvəzliyi olan cümlə C variantı olacaq. 51-dən davam edirəm. Part of the house. Evin hissələri. Evin hissələri nə deməkdir? Yəni evin otaqları. Living room qonaq otağı, kitchen mətbəx. Düzgün cavab olacaq 51-də C. 52-yə baxıram. Zeri zera dərsinə aiddir. Birincidə two bedrooms. 2 yataq otağı deyilsə deməli gəmi seçməliyəm. A. İkinci a kitchen, bir mətbəx deyilsə deməli is seçməliyəm. Üçüncü any pupil. Any pupil yəni heç insan. Küçədə heç insan yoxdur deyilsə Armud seçməliyik. Deməli 1C, 2A, 3B. 52-də düzgün cavab B variantı. 53-dən davam edirəm. 53-də deyək ki, doğru variant olan cümləni seç. Biz bilirik ki, isim cəmdədirsə xəbər ar olmalıdır, isim təkdədirsə xəbər iz olmalıdır. A variantında toys oyuncaqlar yazıb, oyuncaqlardan iz yazıb olmaz. B variantında oil sözü neft deməkdir, xəbərini ar yazıb, oildən iz olmalıydı. C variantında cars maşınlar deməkdir, amma iz yazıb. D variantında vardır, çoxlu buludlar səmada düzgündür. Y variantında bread çörək təkdə olmalıdır, iz olmalıdır, amma ar yazıb. Ona görə də 53-də düzgün cavab D variantı olacaq. 54. She is my aunt's daughter. O mənim xalamın qızıdır. O kimdir? Mənim kuzenim. Yəni 54-də cavab olmalıydı A variantı. Xalamızın qızı, əmimizin qızı, bibimizin, dayımızın qızı bizim kuzenimizdir. Ona görə də 54-də cavab nə olmalıydı? A variantı. My cousin. 55. I have two sisters. Mənim iki bacım var, düzdür. B variantında I doesn't yazıb, I'dan don't olmalıydı. C variantında he does not olmalıydı, don't yazıb. D variantında he-dən has olmalıydı, have yazıb. Y variantında we-dən have olmalıydı, has yazıb. Ona görə 55-də düzgün cavab A variantı. 56. Mənim çantam stolun altındadır. 56-da cavab A variantı. Niyə digər variantlar olmur? It bag, o çanta. C variantı we bag, biz çanta. D variantı he bag, o çanta. Y variantı they bag, onlar çanta. Biz bilirik ki, isim gəlibsə yiyəlik əvəzliyi olmalıdır. Ona görə də 56-da düzgün cavab A variantı. 57-yə baxıram. Düzgün cavab olan cümləni seçməliyik. Biz bilirik ki, Zeydən has yox, have olur. Ona görə A variantı getdi. C variantı düzgün cavabdır. B variantı niyə səhvdir? Don't-dan sonra have olmalıydı. İndi D və C variantları arasında müqayisə edək. Onların var dostları burada. O yalnız hiss etmir. D variantında deyir. Onların burada dostu yoxdur. O yalnız hiss etmir. Dostu varsa deməli yalnız hiss etmir. Ona görə have olmalıdır. 58. Not married. Married sözü evli deməkdir. Not married yəni evli olmayan, yəni subay. 58-də düzgün cavab A variantı. Single. 59. Burada ar verib birinci tərəfdə, ikinci tərəfdə isə iz verib. Yəni birinci tərəfi Z seçirik, ikinci tərəfi he. Ona görə 59-da cavab C. 60-a baxıram. We-nin xəbəri ar olur, she-nin xəbəri iz olur. We are late today. Biz bugün gecikmişik, amma o vaxtında gəlib. Ona görə 60-da da cavab B variantı olacaq. Bugünkü test izahım bu qədər. İmtahan bitən kimi elə həmin gün ərzində imtahan nəticələrinizi görmək istəyirsinizsə, yoxlamaq istəyirsinizsə testlərinizi kanalıma abunə olun, like atın və videonu başqalarıyla bölüşün ki, daha çox insan yararlana bilsin. Sağ olun, hələlik.